Salam, hər vaxtınız xeyir, hörmətli televiziya tamaşaçıları. Yaşıl Orta verilişi yenidən efirdədir. Bugün biz İslamın haram buyurduğu qidalar və bu qadağaların səbəbləri ilə bağlı söhbət aparacağıq. Daha ətraflı anonsda. Yaşıl Orta verilişində izləyəcəksiniz. Müsəlman qidalanmada nələrə diqqət yetirməlidir? Hansı məhsullar haram buyurulub? Donuz əti nə üçün yasaqdır? Haram qidalarla bağlı istisna hallar varmı? Halal kalbasa istehsalı mümkündürmü? Xaçmazda aşkar edilən heyvan məzarlığı, insanları aldadaraq at, uzunqulaq əti satanların İslamda hökmü, bilmədən yediyimiz haram məhsullara görə məsuliyyət daşıyırıqmı? Pulsuz balıq yemək nə üçün yasaqdır? İslamda içki niyə tədricən yasaq edilib? Spirtli içkilərin insan orqanizminə zərəri, bir zamanlar içki aludəçisi olan, sonradan isə tövbə edərək ibadətə başlayan müsəlmanın hekayəti. Samir Musayev Yaşıl Orta üçün danışdı. Oğlumun 2 yaş 3 aylıq idi, ayrıldım. Ağır idi əlbəttə ki, çətindir. Səbəbi də o oldu, yəni içkiyə tam olaraq qurşanmağımı. Cənnətdə vəd edilən hansı içkidir? Daha ətraflı Yaşıl Orta verilişinin bu dəfəki buraxılışında izləyin. Bugünkü qonağımız ilahiyyatçı İlşad Miridir. Xoş gəlibsiniz İlşad müəllim. Sağ olun. İslam hansı qidaları haram buyurur? Ümumiyyətlə, gəlin belə bir şey deyək. Dünyada bildirilən əslində hər bir şey halaldır, ümumi götürüləndə. Amma burada məsələ nədir? Məsələn, konkret olaraq Quran-ı Kərimdə Peyğəmbərimizin hədislərində bildirilən məsələlər haram olaraq bildirilir. Yəni, hər bir şeyə biz konkret olaraq daha geniş aspektdən haram olaraq deyil, halal olaraq baxmalıyıq. Hətta mən Quran-ı Kərimdən də ayələri gətirdim burada. Buyurun. Məsələn, Bəqərə surəsinin 168-ci ayəsində ərəbcəsindən qısa olaraq deyim, Bismillahirrahmanirrahim. Deyir, ya yuhənnəsu, nəsu qulu mimmə fil ardi hələlən təyyibən. Ey insanlar, yerdə olan həlal, yəni halal və təmiz ruzilərdən yeyin deyə başlayır. Bundan başqa yenə Bəqərə surəsində 170-ci ayəsində də var. Orada artıq ya yuhəlləzina əmənu, ey iman gətirənlər deyə bəhs eləyir. Orada da halal məsələlərdən, təmiz, Allahın yaratdığı təmiz şeylərdən yeyilməsi bildirilir. Bundan başqa deyək ki, bu halal, haram məsələsi ilə bağlı mən digər kitabları da gətirdim. Yəni, burada, məsələn, İncilin özündə, sonra Tövratda, Zəburda da müəyyən məqamlar var. Yəni, bunların özündə, məsələn, deyək ki, Tövratda konkret olaraq mən sizə göstərə bilərəm. Məsələn, deyək ki, burada Levilər bölümü var. Levilər bölümünün, məsələn, 11-ci fəslinin 1-ci bəndində belə deyir. Rəbb Musa ilə Haruna belə dedi. İsrail övladlarına belə deyin. Quruda yaşayan heyvanlardan belələrinin ətini yemək olar. Sonra davam edir. Deyir ki, orada 7-ci bəndə donuz, çünki o qoşa dırnaqlı olsa da gövşəmir. Buna görə də sizin üçün haramdır. Bu Tövratda bildirilən idi. Amma indi gələk xristiyanların da əslində Tövratı qəbul edirlər, çünki inkar eləyə bilməzlər. Və bunlar ikisi birlikdə, məsələn, Bibliya deyilən budur. Məsələn, deyək ki, Tövrata, Zəbura əhdi ətik deyirlər, məsələn, İncilə əhdi cədid deyirlər. Yəni, əhdi cədiddə, məsələn, İncilin özündə isə İsa əleyhissalama, yəni İsa Peyğəmbərə istinad edilən belə bir məsələ var. Burada da bilirsiniz ki, İncil müxtəlif İncillərdən ibarətdir. Markın İncilidir, Mattan İncilidir, Yəhyan İncilidir, Lukan İncilidir. Məsələn, mən bircə bölümünü burada qeyd edəcəm. Markın İncilinin deyək. 7-ci fəslinin 14-cü, 15-ci cümlələrində belə qeyd edilir və İsa cəmaatı yanına çağırıb onlara dedi. Hamınız məni dinləyin və anlayın. İnsanın daxilinə çöldən girib onu murdar edə biləcək şey yoxdur. Amma insanı murdar edən insandan çıxan şeylərdir. Təsəvvür eləyin, bu günlərim Xristiyan dünyasının və yaxud da Avropanın, Qərbin özü üçün qəbul elədiyi anlayış bunun üzərindədir ki, məsələn, insan nə yesə, burada heç bir problem yoxdur. Əsas odur ki, ondan xaric olunar. Və bir məqam da burada yenə qeyd edəcəm. Mən burada gələrkən İncildə baxmışdım. Demək, burada da Korinfililərə 1-ci məktubun 10-cu, 11-ci bölümündə qeyd olunur 25-ci bəndində. Deyir, ət bazarında nə satılırsa vicdan məsələsini qaldırmadan yeyin. 31-ci bəndində belə deyir, beləliklə yeyirsinizsə, içirsinizsə, nə edirsinizsə, hər şeyi Allahın izzəti üçün edin. Yəni, görürük ki, İncillə Tövrat arasında müəyyən fərqlər var ki, məsələn, İncil konkret olaraq, ümumiyyətlə bir şey deyim, xristiyanlıqda halal-haram anlayışı yoxdur. Yəni, orada günah anlayışı ancaq var. Çünki halal-haram məsələsi əsasən
Tövratla, bir də Quran-ı Kərim İslamla əlaqəli olan bir məsələdir. Elə onunla bağlı üzr istəyirəm, bir sual vermək istirdim sizə. Quranda buyurulur ki, Quran özündən gələn kitabları təsdiq edir. Bu o deməkdirmi ki, yəni İslamın buyurduğu haramlar İslamdan öncə gələn dinlərdə də haram buyurulub? Bəli, Söhbət bu çox qidalardan maraqlı gedir. bir məsələdir. Çünki həqiqətən də Quran-ı Kərimin ayələrində də qeyd olunur ki, məsələn, Quran özündən əvvəlki gələn kitabları təsdiq edici olaraq göndərildi. Amma bu günlərim əlimizdə mövcud olan İncil və yaxud da Tövrat həqiqətən Musa əleyhissalama və yaxud da İsa əleyhissalama göndərilən həmin İncil nə də Tövrat deyil, bunu özləri də təsdiq edir. Yəni burada inkar edilməz fakt odur ki, faktiki olaraq yox. Məsələn, İsa əleyhissalam özü danışıq dili deyək ki, İbrani dilində olduğu halda əlimizdə mövcud olan bugünkü ilk İncil Yunan dilindədir. Yəni bu da daha sonra göstərir ki, İsa əleyhissalama göndərilən deyil, göndərilənin əsasında hazırlanmış və fərqli formaları olan, deyək ki, ilk Yunan dilində olan bir İncillər mövcuddur ki, biraz əvvəl adını çəkdiyim kimi bu kitabın özündə Markın İncili, Mattan İncili, sonra Pavelin Konfillərə məktubu, Romalılara məktubu deyə məktublar və s. var. Yəni Quran-ı Kərim əslində həmin o göndərilən, peyğəmbərlər göndərilən kitabları təsdiq edir. Burada heç bir problem yoxdur. Lakin bir anlayış var. Baxın, bu günlərim xristiyan olan insan özü Tövrata tabi olmalıdır. Çünki bu kitablar bir-birinə ayrılmır. İncildə deyək ki, donuz əti haram edilməməsindən baxmayaraq, müqəddəs kitab dediyimiz, adlandırılan Tövratın özündə, Levilər bölümündə donuzun haram olduğu konkret olaraq açıq-aşkar bildirilir. Bu xristiyanlara da aiddir. Bəli, bu əslində xristiyanlara da aiddir. Sadəcə olaraq bu günlərim bəziləri bəzi məsələlərdə onu ayırdıqlarına görə, fərqləndirdiyinə görə bəzi məsələlərdə onu qəbul eləmirlər və başqa bir anlayış ortaya çıxır. Amma Quran-ı Kərimdə isə konkret olaraq ayələr var, müddəalar var. Məsələn, mən sizə birini burada göstərəcəm. Maidə surəsində nəyin haram olduğu ilə bağlı. Məsələn, ayədə Bismillahirrahmanirrahim belə buyurur. Hurrimet aleykumul meytədə deyə başlayır. Tərcüməsini mən qeyd edəcəm. Deyir ki, leş, qan, donuz əti Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş və s. Ölməmiş kəsdikləriniz istisnadır. Dik qoyulmuş daşlar, yəni burada bütlərdən söhbət gedir. Üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi deyə konkret olaraq Maidə surəsinin 3-cü ayəsində buyurulur. Elşad bəy, siz haramları sadaladınız, yəni nələr haramdır? Əgər müsəlman bilmədən bu haram qidalardan yemişsə, buna görə məsuliyyət daşıyırmı? Xeyr, təbii ki, İslam dininin gözəlliyi də, asanlığı da ondadır ki, bir insan məsələn həqiqətən bilmədən və yaxud da unudaraq və yaxud da araşdırmadan hər hansısa bir şey yeyir, daha sonra haram olduğunu bilərsə, inşallah onda bir problem yoxdur. Niyə? Allah bizə Quran-ı Kərimdə əv axdənə deyə bir bilməməkdə üzr var. Bəli, əlbəttə, bilməmək və yaxud da cahillik, cəhalət üzr sayılır. Yəni Quran-ı Kərimdə də konkret olaraq Allah bizə elə bir dua etməyimizi öyrədir. Məsələn, orada duanın bir bölümündə belə qeyd edilir. Əv axdənə, yəni və yaxud da unutduqlarımızdan bizi bağışla deyə. Yəni məsələn, adicə Ramazan ayında da bir insan unudaraq su içərsə, bir şey eləyərsə, məsələn, onun orucu pozulmur, orucuna davam